sizcə? Niyə xəstə seçildi? Müharibədən sonra, belə müharibədən sonra Zelenski olmur, kim olur olsun, seçki uda bilməz. Mümkün olub deyil. Bir dəfə Churchill udub deyəsən. Udmayıb, əksinə, o qalib gəlmişdi. Nikol Paşinyan oldu. Paşinyan udub, Paşinyan uda bilər. Çünki Paşinyanın, yəni onun dərdi başqadır. Doğrudan ola bilməz, mümkün deyil. Bu boyda müharibədən sonra... Xalq onu dəstəklədi bu hərəfdə, fikir verirsiniz. Xalq Çünki üzərinə gəlirdi deyə Amerika və s. Bir də reyting artdı. İndi nə oldu? İndi də üzr ərizəsi yazdı da. Bax, indi nə olacaq? İndi o yazıq yetim nə etsə məmnun qalmayacaqsınız. Siz və Ukrayna... Mənim istəyim nədir? Mənim istəyim odur ki, Ukrayna xalqı seçsin. Zelenski seçəcək, eyvallah. Problem yoxdur. Zelenski qatılar mı sizcə seçki? O da önəmli. Məncə qatılmaz. Yəni qatılmaması daha doğru olar. Özünə təhlükəsizlik zəmanətləri alıb, hansısa pulu da var, parası da var. O kasıb kimi gəlməyib prezidentliyə. Yəni onun gəlir deklarasiyası seçkilərdə gedəndə 78 milyon dollar idi varidatı. Yəni kasıb adam da deyil. İndi də maaşını azadla yığıb da yəqin 5-6 ildə. Onsuz da xərcləmir. Paltara, kostyuma pul vermir, qalstıqa pul vermir. Azərbaycanlı dizayner geyindir. Yəni ona görə bəlkə də biraz da pul var, gedib hansısa bir üçüncü ölkədə rahat yaşaya bilər. Özü ona o rahatlıq da lazımdır. İnsan doğrudan da psixoloji çox gərgin vəziyyətdədir. 6 il prezidentsən, onun 3 ilini müharibə şəraitində keçirirsən. Yəni bu nöqteyi nəzərdən bəlkə də olmadı. Amma olsa, qalib gəlsə, eyvallah. Yenə təkrarən, problem başqadır. Burada bucaqların hamısına diqqət yetirmək lazımdır. Siz elə bilirsiniz ki, Trumpın hər iki tərəfin əlini qaldırıb, eyvallah, sülh oldu deməyini Avropa istəyir. Problem də budur ya, Avropa istəmir. Çünki Trumpizmə qarşı Avropanın bir tutumu var. Yəni böyük qlobal savaş Ukraynada getmir. İstəməklə deyil, biz də çox şey çalışır da, görürsünüz. İngilis barmağı deyilən bir şey var da, çalışırlar. Edir etməyinə də nəticə hardır. Razıyam sizlə. Hər şeyi sonda gedib Trumpla razılaşdırırlar. Tam razıyam sizlə. Amma görürsünüz neyini? Rumuniyada məsələn Trumpın dəstəklədiyi adamı Ceausescunu buraxmır seçkilərə. Başqa yerdə başqa cür hərəkət eləyir. Yəni bax bunlar bu işlərlə məşğul. Çünki yenə deyirəm, ideoloji savaş gedir. İkinci Dünya Savaşından 91-ci ilə qədər dünyada çox rahat bir ideoloji cəbhələşmə var idi. Sovetlər var idi, Amerika var idi. Və hər ikisinin də yalan, doğru öz ideologiyası var idi. Sovet öz ideologiyasına inanmışdı və dünyada rəngli inqilabları Sovet başlayıb, Amerika yox. Gedirdi Afrikada, Latın Amerikasında silah bağlayırdı, Che Guevara-çılıq, rəngli inqilabları qırmızı rəng. Bax o bayraqla inqilabı eləyən Sovetlər olub. Çünki ideologiyası vardı, insanlar ona inanırdılar. O yenə deyirəm, biz qəbul etsək də etməsək, mənim şəxsən zəhləm gedir o ideologiyadan. Amma insanlar qəbul edirlər, bərabərlik, insanlıq, qardaşlıq, gedirdilər, rəngli inqilablar eləyirdilər. Və iki vuruşan cəbhə var idi. 91-ci ildə bu darmadağın oldu, ideoloji cəbhələr dağıldı. İndi yenidən formalaşır. İndi yenidən psevdoliberalizmlə konservatizm arasında dava başlayır. Vensin o Münxen çıxışı ona hesablanmışdı. Avropalıları qorxuya salan, Münxen konferansının rəhbərini sonradan hönkür-hönkür ağladan konferansın sonunda o məsələdir. İndi təsəvvür edin ki, Trump burada qalib gəlir. Sülhü saxlayır. Sülh imzalanır, atəşkəs imzalanır. Siz elə bilirsiniz ki, Avropanın bu xoşuna gələcək. Avropada hər il heç olmasa 2-3 ölkədə seçkidir. Ardı-ardına konservativlər uda-uda gəldi Avropada. Nə olacaq? Biden psevdoliberal elitası Trumpın konservativ elitası ilə əvəz olunacaq. Trumpın hədəflərindən biri odur. Və Avropanın da müqavimət göstərmə səbəblərindən biri odur. Yaxşı, burada bir başqa